صل على محمد وآل محمد اللهم صل على Rahmanir-Rahim. Esselamu aleykum və rəhmətullah. Hər birinizi fars dilindən 22-ci dərsdə xoş gördük. Qalmışdıq, mən şagird həstəm. Mən şagirdəm. Bu yerdə qalmışdıq və buradan da davam eləyirik. İlk növbədə diqqət eləyək. Lüğətə, sal, yaş, il mənasında ki, keçmişik bunu. Dovvom, ikinci. Hazır mikonəm, yəni hazırlayıram. Kuçək, yəni balaca, kiçik. Şətranc, şahmat. Xahəranəm, yəni bacılarım. İndi isə baxaq mətnə. Mən şagird həstəm. Mən şagirdəm. Esmi mən Söhrab əst. Mənim adım, mənim ismim Söhrabdır. Mən 8 sal darəm. Mənim 8 yaşım var. Şagird kelas dovvom həstəm. 2-ci sinif şagirdiyəm. Mən یک bərabər və do xahər darəm. Mənim bir qardaşım və 2 bacım varımdır. Esmi bəradərəm. Burada səhv düşübdür, yəni bir nöqtə düşüb bura. Bunu mətni köçürdənlər diqqət eləyərlər. Esmi bəradərəm Tofiq, qardaşımın ismi Tofiq və esmi xahəranəm və bacılarımın ismi adı Şəhla və Nərmin əst. Şəhla və Nərmindir. Anha kuçək həstənd. Onlar kiçikdilər. Mən dərshayəm ra hazır mikonəm. Mən dərslərimi hazır edirəm, yəni hazırlayıram. Səpəs ba bəradərəm və xahəranəm bazi mikonəm. Sonra qardaş və bacılarım ba ilə bazi mikonəm, oynayıram. Şəbha, gecələr ba pedərəm, atam ilə şətranc bazi mikonəm. Şahmat oynayıram. Səhrab ba pedərəş şətranc bazi mikonud. Söhrab atası ilə şahmat oynayır. Reza çə mikonud? Rıza nə edir? Deyir ki, aşağıdakı cümlələrin hansı şəklə aid olduğunu deyin. Reza sobhanə mixorəd. Rıza səhər yeməyi yeyir. Burada şəklə baxacağıq. Məsələn, baxın, görürsünüzmü? Bu cümlə bu şəklə aiddir. Və digərlərini də özünüz düzəldəcəksiniz ki, müəllim və yaxud da müəlliməniz sual verdiyi zaman bildirəsiniz. Cümlələri şəklin sırası ilə yazın və öyrənin. Bəli, bu cümlələri həm də, məsələn, baxın, burada görürsünüz, əllərini yuyur, kitablarını düzəldir. Yəni, şəkillərin sırası ilə. O demək deyil, birinci, məsələn, yuxudan dururu yazasınız. Xeyr, burada sıra necədir? Siz də o cürünə qeyd eləyəcəksiniz. İnşallah bu cümlələri o cür yazacaqsınız. Reza əvəzinə mən işlədərək cümlələri deyin. Məsələn, mən dəst və ruyəm ra mişuyəm. İndi mən sobhanə mixorəm. Bu cürünə bir də yazarsınız, özünüzdə qalsın. Mükaləmə, diyaloq. Baxaq birinci lüğətə. Midani, yəni bilirsən. Çənd, yəni neçə. Kar mikonud, yəni işləyir. Məadən, yəni mədənlər. Çəkari əst, yəni nəçidir. Bimaristan, yəni xəstəxana. Baxırıq mükaləməmizə. Pərviz başlayır. To zəban farsi midani. Sən fars dilini bilirsən. Bəzi vaxtlar kitab cümlələrini bilməyən insanlar sadəcə danışıqdan öyrənərlər. Bu cürdə sual verə bilərlər ki, zəban farsi bələdi. Yəni bu cürdə deyə bilərlər. Midani əvəzinə bələdi deyə bilərlər. İndidən deyirəm, yadınızda qalsın. Səidə, kəm midanəm, az bilirəm. Pərviz, esm to çiyist? Sənin adın, ismin nədir? Səidə, esmi mən Səidə əst. Mənim adım Səidədir. Pərviz,
تو چند سال دارد؟ Sənin neçə yaşın var? Səidə, mən 8 sal darəm. Mənim 8 yaşım var. Pərviz, تو برادر و خواهر داری؟ Sənin qardaş və bacın var? Səidə, bəli, darəm. Bəli, varımdır. Pərviz, çənd bəradər və xahər dari? Neçə qardaş və bacın var? Səidə, یک خواهر və یک bəradər darəm. Bir bacı və bir qardaşım var. Pərviz, esmi anha çist? Burada da t-nın nöqtələri düşüb, diqqətçil olarsınız mətni köçürdəndə. Onların adı nədir? Səidə, esmi xahərəm Qolşən və esmi bəradərəm Cavid است. Bacımın adı Gülşən və qardaşımın adı Caviddir. Pərviz, anha çənd sal darənd? Onların neçə yaşları var? Neçə yaşı var? Səidə, bəradərəm 10 sal darəd. Amma xahərəm 5 sal darəd. Qardaşımın 10 yaşı var, amma bacımın 5 yaşı var. Pərviz, pedərət koca kar میکند? Atan, burada p-dı düşüb buradadır nöqtənin biri. Atan harada işləyir? Səidə, pedərəm در معادن neft daşları kar میکند. Atam neft daşları mədənində işləyir. Pərviz, pəs madərət çə kar است? Bəs anan nə işləyir, yəni nəçidir? Səidə, madərəm pezeşk است. Anam həkimdir və در بیمارستان kar میکند və xəstəxanada işləyir. Cümlələri tamamlayın. Esmi mən, misal Pərviz است, mən şagird həstəm və s. Bunları özünüz düzəldəcəksiniz. Mən şagird həstəm cümləsini digər şəxslərdə işlədin. Məsələn, to şagird həsti, u şagird həst. Bu cür hamısını yazarsınız və müəllim və ya müəllimənizə göstərərsiniz. Adların yazılışını öyrənin. Səməd, Sabir, Sabit. Keçid eləyirik digərinə. Namhay ruzha, günlərin adları. Baxaq birinci lüğətə. Ba sədای بلند, uca səslə. Yad gərəftəm, öyrənmişəm. Ba şadi, yəni sevinclə. Fəramuş nəmikoni, yaddan çıxmaz, unutmazsan. Fəqət, yəni yalnız. Yad migirəm, öyrənirəm. Mah, ay. Və mah həm göydəki aya deyilir, bizdə də necə göydəki aya ay deyirik və yanvar, fevral, mart bunlara da ay deyirik. Bunlarda da o cürdür. Namhay ruzha, günlərin adları. Fəridə əz dəbistan be xanə آمد. Fəridə məktəbdən evə gəldi və ba sədای بلند به مادرش گفت və uca səs ilə anasına dedi. Mamancan, امروز نامهای روزها را یاد گرفتم. Bugün günlərin adlarını öyrənmişəm. Madərəş qoft, anası dedi. Xub, bequ bebinəm. Yaxşı, de görüm. Fəridə başadi qoft. Fəridə sevinclə dedi. Şənbə, yekşənbə, doşənbə, seşənbə, çəharşənbə, pəncşənbə, cümə. Afərin, doktorəm, afərin qızım. Xub, yad gərəfti. Yaxşı öyrənmisən. Fəramuş nəmikoni. Unutmazsan, yaddan çıxartmazsan. Nə maman? Xeyr ana. Mən ki 1, 2, 3, 4, 5 را خوب میدانم. Mən ki 1, 2, 3, 4, 5-i yaxşı bilirəm.
Fəqət şənbə və cümə ra yadmıgirəm. Ancaq şənbə və, yəni yalnız şənbə və cüməni öyrənirəm. Dorost است دخترم. Düzdür qızım. بگو ببینم. De görüm namhay mahha ra. Ayların adlarını həm midani, ayların adlarını da bilirsən? Fəridə cavab dat. Fəridə cavab verdi. Nə xeyir maman? Xeyr, ana. Suallara cavab verin. یک هفته چند روز است. Bir həftə neçə gündür? Namhay ruzhay həftə ra midanid. Həftənin günlərinin adlarını bilirsiniz? Fəridə ba madərəş çə گفت? Be madərəş çə گفت? Fəridə anasına nə dedi? Fəridə namhay ruzha ra fəramuş کرد. Fəridə günlərin adlarını unutdu, ya unutmuşdu. Pəs şoma namhay ruzhay həftə ra. Bəs siz həftənin günlərinin adlarını fəramuş nəmi konid? Unutmazsınız, yaddan çıxartmarsınız. Cümlələri tərcümə eləyin. Yekşənbə ruz istirahət است. Ruz istirahət be dəbistan nəmirəvəm. Bunları bir-bir tərcümə eləyəcəksiniz. Sözlərdən 3 cümlə düzəldin. Məsələn, darim, kitab, ma, əlifba. Hərəsinə aid bir cümlə düzəldəcəyik. Məsələn, ma, kitab, əlifba, darim. Bizim əlifba kitabımız varımızdır. Gələn mövzumuz fəsilha, yəni fəsillər haqqında olacaq. Allah müvəffəq eləsin hər birinizi.